991 nömrəli təqvim məsələsinə baxırıq. Deyir ki, əgər mart ayının 13-ü bazar gününə təsadüf edərsə, həmin ilin oktyabr ayının 12-si hansı günə düşər, hansı günə təsadüf edər? Deməli, martdan biz oktyabra gedirik, irəli gedəcəyik. Ona görə martın 13-ü artıq keçib, bazar günüdür. Mart ayı 31 gündür və orada neçə gün qalacaq? Qalacaq 18 gün. Deməli, martdan 18, sonra apreldən 30, sonra may, ta oktyabra qədər ayları yazırıq. Mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr. Martdan 18 gün götürdük. Aprel 30, may 31, iyun 30. Nəhayət gəldik oktyabrın 12-si dediyinə görə oktyabrdan da 12 gün götürdük. İndi bu hər bir ayda olan günlərin içində həftə neçə dəfə tamdır, nə qədər qalığımız qalır onu tapıram. Bunun üçün 18-i bölürəm 7-yə, 2 qalığımız 4. Bu qayda ilə hamısını bölürük. Burada qalıqları toplayırıq. Qalığımız olur 24. Deməli, burada 24 artıq gün var. Həmən 24-ü bölürəm 7-yə, düşür 3, qalığım 3. Deməli, 7, 3 həftə tam yerləşir, 3 artıq qalır. Bu 3-dən də 3 gün irəli sayıram. Bazar gününə düşmüşdü 13-ü, sonra gəlirik 1-ci gün, 2-ci gün, 3-cü gün. Deməli, doğru cavabımız olur C variantı.